Əvvəldə kəllələr yarımtipinə aid AB canlılarının bəzi xüsusiyyətləri verilmişdir. Verilənlərə sizin hansı ifadə yanlışdır? Səhv olanı istəyir bizdən tapaq. Deməli, A canlısı hansıdır? Bədən temperaturu sabitdir, düzünə inkişafdır, sidik hissəsi yoxdur. Ürək kamerası da 4-dürsə bu quşlara aid olan xüsusiyyəti deyil, çünki onların sidik hissəsi yox idi. B canlısı sabit bədən temperaturu yoxdur, ürək kamerası 3-dür, inkişafı dolayıdır və sidik hissəsi vardır. Dolayı yolla inkişaf deyirsə bu suda qurda yaşayanlara aiddir, amfibilərdir, xüsusilə qurbağa. Gəl bunları tapaq indi. Bu yanlışı deyir bizim üçün hansıda tapaq. B canlısı kloakaya malik ola bilər. B canlısı suda qurda yaşayandır, bəli bunlarda ola bilər. B canlısı mayalanması daxildir. Xeyr, qurbağada suda mayalanma gedir. Bu səhvdir, yanlış budur. A canlısı istiqanlıdır, onsuz da A canlısı sabit bədən temperaturu varsa istiqanlı olduğunu bilirik. A canlısı arteriyalarına 2 cür qan axır. Bəli, arterial və venoz qan axırdı. Düzdür, ağciyər arteriyasında venoz qanı idi, digər arteriyalarda arterial qandır. A canlısında 2 qan dövranı olurdu. Bəli, quşlarda 2 qan dövranı olur, bu da düzdür. Yanlış cavab B canlısı mayalanması daxil.